Salam əziz dostlar, xoş gördük sizləri. Bugün mən sizə sivilizasiyaların tarixi, coğrafi inkişafı ilə əlaqəli mövzularla bağlı bir sıra suallar iznah verəcəm. Burada 15 sual və hər biri qapalı sualdır. Eyni zamanda bunun davamı da var. Çalışmışıq mövzulara əhatəli olsun. Başlayaq birinci sualdan. Birinci sualımız belədir. Demək, burada həmçinin əhali ilə bağlı bir sıra suallar da var, onu qeyd edeyim. Demoqrafik yük nədir? Demoqrafik yük daha çox əmək qabiliyyətli olmayan insanlar, bilirsiniz ki, işləyən insanlar tərəfindən daha çox qayğı göstərilir. Onların ehtiyac və tələbatları məhz işləyən insanların hesabına ödənilir. O səbəbdən əmək qabiliyyətli olmayan əhalinin iqtisadi cəhətdən fəal, yəni işləyən əhalinin sayına olan nisbəti məhz demoqrafik yük adlanır. Belə deyək ki, yəni işləyən insanlar məhz qocaları və yaxud belə deyək ki, əmək qabiliyyəti olmayan insanları məhz saxlayırlar. Yəni onların ehtiyac və tələbatları məhz fəal əhali tərəfindən ödənilir. O səbəbdən cavabımız C variantı olmuş oldu. Keçək indi ikinci suala. Demək, hansı sırada səbəb-nəticə əlaqəsi doğru verilməyib? Səbəb-nəticə əlaqəsinin doğru verilmədiyi sıranı soruşur. Milli adət-ənənələr doğumun yüksək olması. Bu doğrudur. Milli adət-ənənələr doğumun yüksək olmasına səbəb olub. Sonra doğumun yüksək olması, yüksək təbii artım. Bu da təbii ki, doğru fikirdir. Bizə aid olmayan lazımdır. Səhiyyənin inkişafı əhalinin arasında ölüm sayının azalmasına səbəb olub. Doğrudur. Sonra gender problemi, əhalinin arasında ölüm sayının azalması. Gender problemi həqiqətən də əhalinin sayının azalmasına təsir göstərirmi sualına biz cavab versək, yəni gender problemi əhalinin arasında ölüm sayının azalmasına təsir edirmi sualı təbii ki, yanlışdır. Çünki gender problemi qadınların əsasən iş həyatına atılmasına mane olur, hansı ki, onların hüquqları əlindən alınır. Bu da bəzən qızların erkən nigaha cəlb olunmasına və yaxud daha tez dünyadan köçməsinə gətirib çıxarır. O səbəbdən əhali arasında ölüm sayının azalması yox, müəyyən dərəcədə bəzən erkən nigahlar ölüm sayının artmasına gətirib çıxara bilər. Bu yanlış fikirdir. Dördüncü cavabımız D variantı olacaq. Keçək növbəti suala. Növbəti sualımız demək, xəritə sxeminə əsasən müvafiq olaraq immiqrasiya və emiqrasiya regionlarını müəyyən edin. Baxaq, burada immiqrasiya regionları, yəni gələnlərin çox olduğu birinciyə uyğun olacaq demək 4, sonra Fransa olacaq 3, bir də Almaniya 6. Bəs hansı ölkələrdən gedənlər çoxlar? Türkiyədir 5. 5, sonra İspaniya inkişaf etmiş ölkə olsa da ondan da gedənlərin sayı çox olacaq, yəni 2. Bir də burada demək, gedənlərin Şərqi Avropa ölkələri bilirsiniz, əsasən hara meyl edirlər? Daha çox qərbə, bu da Polşadır. Bir Qərbi Avropa ölkələrinə getmiş olacaq. Çünki Şərqi Avropa ölkələri heç birisi inkişaf etmiş ölkələr deyil. Yəni birinciyə uyğun olacaq cavabımız 3, 4, 6. 3, 4, 6-nın olduğu variant. Bir ikinciyə isə 1, 2, 5. Yəni Y variantı bizim düzgün cavabımızdır. Sonra növbəti sualımız məntiqi ardıcıllıq müəyyən edin. Doğulanların sayı azalır, millət qocalır, demoqrafik yük artır, uşaq və gənclərin xüsusi çəkisi azalır. Təbii ki, doğulanların sayının azalması elə birinci, getdikcə demək, uşaq və gənclərin xüsusi çəkisinin azalmasına səbəb olacaq. Uşaq və gənclərin xüsusi çəkisinin azalması İstər-istəməz getdikcə millətin qocalmasına gətirib çıxarır. Millətin qocalması da demoqrafik yükün artmasına səbəb olur. Çünki əhalinin daxilində nə qədər qoca payı çox olarsa, fəal əhalinin payı bir o qədər demək az olacaq. Çünki çoxu qocalardan təşkil olunub bu səbəbdən. Demək, bizim cavabımız olacaq onda demək 1, 4, demək 1, 4, sonra bir dəqiqə qələm ayrıldı. 1, 4, 3 və 1, 4, bir dəqiqə. Demək, 1, 4, 2 və 3. 1, 4, 2 və 3. Cavab A variantı. Demək, belə. Keçək 5-ci sualımıza. 5-ci sualımız belədir. Xəritə sxeminə əsasən Azərbaycanda əhalinin təbii artımının aşağı olduğu rayonları müəyyən edin. Təbii artım aşağı olan rayonlar hansılardır?
Azərbaycanda təbii artımının yüksək olduğu rayonlar Respublikamızın cənub rayonlarıdır. Yəni bu rayonlar təbii ki, xüsusilə Biləsuvar, Cəlilabad kimi rayonlarda təbii artım yüksəkdir. O səbəbdən həmin rayonlar çıxsaq elə bizim cavabımız A variantı qalmış olur. 1, 3, 5. Demək bizim təbii artımı nisbətən az olan rayonlardır. Sonra keçək digər 6-cı suala. 6-cı sualımız demək belədir. Bir dəqiqə. Hind-Avropa dil ailəsinə aid olan qrupları müəyyən edin. Hind-Avropa dil ailəsinə aid olan qruplar İran qrupudur, Germandır, Romandır. Demək, cavabımız olacaq, demək, bir də Slavyan təbii ki. Cavabımız olacaq 1, 4, 5 və 6. 1, 4, 5, 6-nın olduğu variant isə demək, C variantında öz əksini tapıb. Sonra 7-ci sualımız. 7-ci suala baxaq. Yalançı urbanizasiyanın səciyyəvi olduğu ölkələr daha çox Cənubi Amerika ölkələridir. Venezuela və Braziliyada şəhərlər sürətli şəkildə böyüyür, əhali şəhərlərdə artır. Bunun səbəbi kənd yerlərində demək, iqtisadi inkişafın geri olması ilə əlaqədar olaraq insanlar şəhərlərə axın edir. Halbuki şəhərlər də əsasən iqtisadi cəhətdən zəif sürətlə inkişaf edir. Buna baxmayaraq əhali şəhərin iqtisadi inkişaf sürətindən daha çox artır şəhərlərdə. Bu da yalançı urbanizasiya səbəb olur ki, ən böyük yalançı urbanizasiya göstəricisi Latin Amerikası regionuna aiddir ki, o da Venezuela və Braziliya məhz həmin regionda yerləşir. Argentinanı da misal göstərə bilərik buna bariz nümunə kimi. Sonra ABŞ-ın ən böyük aqlomerasiyaları, ABŞ-ın əsas demək böyük şəhərləri hansılardır? Təbii ki, New Yorkdur, demək Los Angelesdir. São Paulo təbii ki, ABŞ-a məxsus deyil. São Paulo demək, Cənubi Amerika, Braziliya məxsusdur. Demək, 2 və 5. 2, 5 xüsusilə seçilməlidir. Bir də qaldı, demək, bizdə burada demək, 2, 5, 2, 3, 5, Detroit şəhəri, bir təbii ki, yanlış olduğu üçün bunu seçmədik. 6, Washington şəhəri, 2, 5, 6, Detroit və Washington şəhərləri arasında qalmış olsa, yəqin ki, Washington şəhəri Detroit ilə müqayisədə daha yaxşı inkişaf etmiş olar. ABŞ-ın ən böyük aqlomerasiyalarından məhz demək olacaq onda Los Angeles, New York və Washington şəhərləri 2, 5, 6. 9-cu suala baxaq. 2000-ci ildə ölkə əhalisinin 8 milyon nəfər olmuşdur, yəni olduğunu nəzərə alsaq, həmin ildə illik artım demək 80 min nəfər. Olarsa illik artım faizini hesablayın. Gördüyünüz kimi 8 milyon insana qarşı nə qədər insan çoxalıb? Demək 80 min nəfər insan artıb. 80 min. O zaman 1000 nəfərə nə qədər insan artıb onu təyin edə bilərik. X nəfər və bu şəkildə tapsaq, məsələn, neçə nəfərdirsə, deyək, onu əsasən 10 nəfərdirsə, deməli 1% olacaq və yaxud belə edə bilərik. Bu ədədin digər 80 milyon, yəni tənasüb kimi onsuz da belə alınacaq. Yəni 80 mini böləcəyik 8 milyona, vuracaq 100-ə ki, demək, təbii artım ümumi əhalinin neçə faizini təşkil etdiyini müəyyənləşdirəcək. Bir ədədin digər ədədin neçə faiz olduğunu tapmaq üçün ədədi faiz göstərəndə də bölüb 100-ə vurmaq lazımdır. 8 milyonda bilirsiniz 6-dan 0 var. 3-ü bu 1000 ilə ixtisar gedəcək. Sonra qaldı 3 0. 3 0-ın biri bu 80-in 0 ilə ixtisar getdi. Digər hissəsi də digər ikisi qaldı. İkisi də 100 ilə ixtisar getdi. Yəni 8 bölünsün 8 qalmış oldu. Nəhayət, yəni 1% demək təbii artım müşahidə olunub. O da D variantında öz əksini tapıb. Yəni 10 nəfər, 1000 nəfər 10 nəfər edirdi buradan gördüyünüz kimi. Bu da elə yəni tənasüb şəklində də demək istəyirəm, həll eləsəkdik 80 mini vuracaqdıq demək 1000-ə, böləcəkdik neçəyə? 8 milyona. 8 milyonda demək sıfırlar ixtisar gedəndə qalacaqdı 80 bölünsün 8, bu da 10 etmiş olacaqdı. 1000 nəfərə 10 nəfər olacaqdı. 1000 nəfərə 10 nəfər olanda 10 minin neçə faizdir? 1%dir. Demək, cavabımız 1% olacaq D variantı. Sonra keçək növbəti suala. Tiflis meqalopolisinə aid olan şəhərlər. Demək, Chicago, Pittsburgh, Detroit, Cleveland şəhərlərdir. New York demək Boston'a aiddir. Boston da həmçinin ora aiddir. Chicago doğruydu.
Cleveland doğrudur. Detroit, Philadelphia yanlışdır. Philadelphia demək Bosfaşa aiddir. Demək Bosfaşa aid olanlar Bostondur. New York'da Philadelphia'dır. Baltimore və Washington şəhərlərdir. Cleveland demək uyğun gəlir. Boston, Chicago. Boston burada yanlışdır. Bosfaşa aiddir. Baltimore yanlışdır. Cavabımız elə Detroit, Cleveland və Chicago şəhərləri olacaq. Y variantı. Sonra 11-ci sual. 11-ci sualın izahı belədir. 10 milyon nəfər ümumi əhali var. Onlardan 4 milyon nəfəri demək 16 yaşa qədər. 4 milyonu 16 yaşa qədərdir. Demək 1,5 milyon nəfəri təqaüdçüdür. Demək 1,5 milyon təqaüdçüdürsə gəlirəm təqaüdçülər də qocalar da onun üzərinə. Sonra 0,5 milyon isə işləməkdən yayınandır. 0,5 də gəlsəm. Demək 4 milyon üzrə 1,5, 5,5 edir. Üstünə də 0,5 gəndə 6 milyon nəfər deməli işləyə bilməz. Bunlar əmək ehtiyatlarına daxil deyirlər. Deməli 10-dan 6-cısam əmək ehtiyatları 4 milyon nəfər edir. Demək 4 milyon nəfər əmək ehtiyatları olanda işləməkdən yayınanlar da daha doğrusu hələ davamı var. İşləməkdən yayınanlar da var. Dedik ya 0,5'dir. 8 milyon ise işsizdir. Demek 4 milyonun 0,8 milyonu işsizdir. 0,8 milyonu demək işsizdir. İşləyənlər onda 3,2 milyondur. Bizdən soruşur işsizliyin səviyyəsini müəyyən edin. Ümumi əmək ehtiyatları 100% qəbul etsək, işsizləri də x% qəbul etsək, bu zaman biz nəyi təyin etmiş olarıq? İşsizlərin faizini 4 milyon x-a vurub, demək 0,8 milyonu da 100'ə vursaq, 0,8 milyonu 100'ə vursaq, o zaman x-i tapmaq üçün nə etməliyik? 0,8 milyonu 4 milyona bölməliyik. Milyonda bildiyimiz kimi 6 dənə 0 var. Demək, milyonlar ixtisar getsə, 0,8'i 100'ə vursaq, demək 80 edir. Onu da 4'ə bölsək, demək biz neçə almış olacaq? Təbii ki, 20 almış olacaq. Bizim cavabımız olacaq onda 20%. A variantı. Sonra növbəti sualımız belədir. Suburbanizasiya və yalançı urbanizasiyanın səciyyəvi olduğu müvafiq ölkələr. Suburbanizasiya yüksək inkişaf etmiş ölkələr üçün səciyyəvidir. İnsanlar şəhərin mərkəzindən tıxac, səs-küy və s. problemlərini həll etmək məqsədi ilə, yəni daha rahat, daha sakit və daha sağlam mühitə demək köçmək üçün şəhərin mərkəzindən şəhər ətrafına köçürlər. Bu varlı ölkələrdə olur, ABŞ kimi ölkələrdə. Amma kasıb ölkələrdə tam əksinədir. Daha sağlam yaşayış şəraitinə malik olan kəndlərdə insanlar iş yeri tapa bilmədiyinə görə, həyat səviyyəsi aşağı olduğuna görə demək şəhərlərə doğru axın edirlər ki, buna bariz nümunə olaraq Latin Amerikası ölkələrini göstərmirlər. Məsələn, Braziliyada kəndlilər gəlib şəhər ətrafında qanunsuz evlər tikirlər. Buna da favellər deyirlər. Afrikada bidonvil, Türkiyədə gecəqondu adlanır ki, bu da yalançı şəkildə şəhərin inkişafını demək təmin edir. Çünki şəhər özü inkişaf etməsə də əhali durmadan sürətli şəkildə şəhərlərdə artmış olur. Yəni şəhərin inkişaf sürəti ilə müqayisədə əhalinin artım sürəti daha yüksəkdir. Bu da bir sıra problemlərə gətirib çıxarır. Mənzil problemi, ərzaq problemi, tıxac problemi və s. Sonra 13. Yaşayış üçün əlverişsiz olan və yerli əhalinin zorla məskunlaşdırılması üçün ayrılan ərazilər. Bu demək rezervasiya adlanır. Hansı ki Avropalılar Amerikanı, Avstraliyanı işğal edəndə əhalini daha gözəl, daha təbii şəraiti əlverişli olan ərazidən pis əlverişsiz ərazilərə qoymuşlar. Hansı ki dağlıq əraziləri, soyuq ərazilərə və yaxud Avstraliyada səhra ərazilərini ki, bu rezervasiya adlanır. Akvatoriyalar dəniz sahili ərazilərdir. Oikumeniyalar yəni yaşayış məntəqələrdir. Müəyyən bir ərazidə salınan yaşayış məntəqələr. Demarkasiya xətti müvəqqəti demək sərhəd xəttidir ki, bəzi münaqişəli ölkələr arasında sərhədlər tam şəkildə demək razılaşdırılana qədər çəkilmiş xəttir. Urbanizasiyada şəhərləşmə deməkdir. Bu terminlərin izahında belə vermiş olduq. Keçək növbəti suala. Növbəti sualımız belədir. Biri əhalinin yerləşməsi və sıxlığına təsir edən amillərdən deyil. Demək, əhalinin ərazi üzrə məskunlaşmasına nə təsir göstərməz? Demək, ərazinin mütləq hündürlüyü təbii ki, təsir göstərəcək. Çünki daha çox bilirsiniz ki, düzən ərazilərdə insanlar sıx məskunlaşır.
Okean və dəniz sahilinə yaxınlıq da təsir göstərir. Təbii ki, məskunlaşma tarixi bu doğrudur. Bəzi ərazilər demək tarixən məskunlaşıb, sənayenin inkişafda. Okean cəryanları daha çox buna təsir göstərməz ki, okean cəryanları düzdür, müəyyən dərəcədə baxanda əsasən okean cəryanları da dolayı yolla olsa da əhalinin sıxlaşmasına təsir göstərir. Necə? İsti cəryanların olduğu ərazilərdə təbii şərait daha əlverişli olur və burada insanlar daha sıx məskunlaşır. Biz baxsaq, məsələn, Avstraliyaya isti cəryanın keçdiyi ərazidə sıx məskunlaşma var. Amerika qitəsində, məsələn, baxsaq, isti cəryanın keçdiyi ərazilərdə əhali daha sıx məskunlaşıb. Müəyyən dərəcədə Avropada da, məsələn, qərbindən isti cəryan keçir, təbiəti daha mülayim və əlverişlidir, yəni yağıntılı ərazidir. Əhali, məsələn, Şərqi Asiyada da həmçinin Krossi cəryanı müəyyən qədər təsir göstərir. Yəni, isti cəryanlar sahil yanı ərazilərdə təbii şəraitin daha əlverişli olmasına səbəb olur. Amma belə daha çox təsir göstərən amillər məhz D-yə qədər olan variantlardır. E variantı biraz daha zəif təsir göstərir, belə deyil. Sonra 15-ci sual. Əhalinin yüksək təbii artımı nəticəsində yaranan problemləri müəyyən edin. Müharibələr təbii ki, doğrudur. Müharibələr, bəzən münaqişələr yaranır. Məşğulluq problemi də həmçinin. Sonra yoxsulluq təbii ki, burada önəmli rol oynayır. 1, 2, 4 əsas deməli, əhalinin sayının artması ilə yaranan əsas problemlərdir. Sonra belə, digər, yəni ki, hissəsində indi izah eləyəcəm bu testin ardı ilə. İnşallah qəbul imtahanına qədər mövzuları tam şəkildə yekunlaşdırmağa çalışacağım.